Növbəti sualımız 60. Deməli, burada görək. Hə, 60, 61, 62, 65. Evə neçə test tapşırmışdım mən? 60'a qədər. Hı -hı. Müəllim 70'e qədər vermişsiniz. Dediniz nəsə fərqli qaydalar var. 70'e qədər eləyin. Hə, 60 dedi, sonra 70 oldu. o canın sağ olsun. İstəyirsən hamısını işləyəcəm. Sənə xeyri var, ziyanı yoxdur. Hə, bax, burada 60 nömrəli sualcı mən təzə mövzu izah eləməyə görə deyirəm ki, biraz vaxtımız qalsın. Bax, bizdə burada 60 nömrəli sualda vurma əməli verilibdir. Mən götürüb A-nın kvadratı bərabərdir 4B-ni kənardan yazıram. Sonra B vur A-nın C bölü 2'ye bərabər olduğunu deyir. Bunu da qeyd edirəm. Sonra B vur B-də, yəni B-nin kvadratı da C-yə bərabərdir. Bunu da qeyd edirəm. Və bizdən soruşur A-nın kubunu. Bütün variantlarda da B-lərdən asılı ifadə var. B-lərdən ibarət. Mən indi A-nın kubunu yaratmağım üçün yazdığım bu A kvadrat bərabər 4B ifadəsi ilə BA bərabər C bölü 2 ifadəsini alt-alta vururam bir-birinə. Olur B vurulsun A'nın kubu bərabərdir 4B vurulsun C bölü 2. İndi burada B'ləri ixtisar aparıram hər tərəfdən. 4-ünə də 2'ni ixtisar aparıram. A'nın kubu bərabər olur 2C'yə. Və mənə C'ni də B'yə gətirmək lazımdır. Və cavablar hamısı B ilə verilibdir. Və bilirsiniz ki, C'nin özü də B'nin kvadratına bərabərdir deyə. Olur 2 vurulsun. C'nin yerinə də B kvadrat yazanda B kvadratı. Yəni bizim A kub ifadəmiz nəyə bərabərdir? B 2B kvadratına. Vşo? Sonra deməli 59'u soruşur Emin. Emin, K'nı K'ya vuranda nə almısan? Bir dənə özün cavablandır, xahiş edirəm. Emin. K vur K nə verib bizə? 16 veribdir, Emin. K vur K 16'dırsa, yəni K'nın kvadratı 16'dır da. Onda K neçədir? K 4'dür. K 4'dürsə, K'nı, yəni sən K'nı elə də vurub 12 almısan da. K 4'dürsə, el onda 3'dür ki, 4 vur 3 12. Sonra K 4'dürsə, M'i 4'ə vurub 24 almısan, deməli M'də 6'dır. Sonra aşağı var. 61 nömrəli sual. ...61 nömrəli sualda yuxarıdan aşağıya doğru, yəni sütun üzrə, yuxarıdan aşağıya doğru hər dəfə, baxın bu iki rəqəmə bir ədəd kimi baxın. 64 çıxılsın 48 qalır 16. 73 çıxılsın 61 qalır 12. 90'dan 81 çıx 9 qalır. Eləcə məsələn bax, bu qarşıda sıfırın olmasının heç bir mənası yoxdur. Yəni bunu 8 kimi oxuyun. 8 çıx 3 eləyir 5. 51'dən də 48 çıxın qalsın 3. 62 nömrəli sual. Suallar 62 nömrəli sualda deməli baxırıq ki 45 və 12'dən 17 alınıbdır. 65 və 23'dən 25 alınıbdır. 78 və 56'dan 45 alınıbdır. 45'in rəqəmləri hasili neçə eləyir? 20. 12'nin rəqəmləri cəmi neçə eləyir? 3 eləyir. İndi bu 20'dən 3'ü çıxanda qalır 17.
Yəni soldakı ədədlərin rəqəmləri hasilindən sağdakı ədədin rəqəmləri cəmini çıxmalısınız. Yəni 7 vur 8 minus 2 plus 3 5 eləyir. 56-dan 5 çıxanda cavab qalır 51. Aydındır. Növbəti sualımız 63. Baxın uşaqlar, ən azından 53 və 21-dən 55 alınıbdır. Elə deyil. İndi burada artıq 53-ün rəqəmləri cəmi 8 eləyir. Siz 8-in kvadratından çıxmalısınız. 21-in rəqəmləri cəminin kvadratını. 3-ün kvadratını. Qalır 55. İndi də soldakı ədədin rəqəmləri cəminin kvadratından çıxıram sağdakı ədədin rəqəmləri cəminin kvadratını. Yəni, məsələn, 9 plus 8 17 eləyir də. 9 plus 8-in kvadratı çıx 13-ün rəqəmləri cəminin kvadratı da. Yəni, 1 plus 3-ün kvadratı. 289 17-nin kvadratıdır. 4'ün kvadratı da 16'dır. Çıxanda 273 qalır. Sonra 64, 65 nömrəli sual. 64 nömrəli sual. Fərqini 2'yə vurun uşaqlar. Baxın, siz 14'dən 4'ü çıxıb 2'yə vurun da. Eləyir 20. 8'dən 4'ü çıx 2'yə vur 8. 11'dən 8'i çıx 2'yə vur 6. İndi 11'dən 6 çıx vur 2'yə. Eləsin 10. 65 nömrəli sual biraz çətinlik yarada bilər sizə. Baxın, burada 5 və 8-dən 14 almışsınız. Yenə də deyirəm, əgər uşaqlar belə cədvəldə görmək çətindirsə, götürün kənarda yazın da. Yazın ki, 5 operator 8 14 verir. Sonra 7 operator 6 4 verir. Nə bilim 9 operator 7 də 3 verir. Fikirləş, gör necə tapa bilərsən. Biz qeyri-aşkar operatorda demişdik də, bəzən olur ki, operatorun sağ və solundakı ədədləri müxtəlif rəqəmlərə vurub çıxıb toplaya bilərsiniz. Məsələn, mən burada 8-i 3'ə vururam, 5'i də 2'yə vurub çıxıram bir-birindən. 24 çıx 10, qalır 14. 6 vur 3'dən, 7 vur 2'ni çıxıram, yəni 18'dən 14 çıxanda 4. 7 vur 3'dən, 9 vur 2 çıxıram, yəni 21 çıx 18, qalır 3. İndi biz A-nı tapmaq istəyiriksə, 21'dən 10 çıxacam, 11. B-ni tapmaq istəyiriksə, 24'dən 18 çıxaram, 6. 68. Hə, baxın uşaqlar, bu da maraqlı bir ifadədir. Sizdən B plus C bölünsün A-nı istəyir. Yenə də deyirəm, bax buna görə həmişə deyirəm ki, cədvəldə verilənləri götür kənarda yaz. A plus B, C plus 7'dir. B plus C də 2A'dır. Sonra C plus A da 9'dur. İndi uşaqlar, siz bilirsiniz ki, B plus C 2A'dır. Sizdən də B plus C böl A-nı soruşursa, götürüb B plus C'nin əvəzinə 2A-nı yaz, sonra A-ya böl. Cavabı da al 2. Bağışlayın, 70'dir, gedib 68'i izah edəcəm. Pisdir, bir dənə də sual dedim sizə. 68'də qeyri-aşkar operator sualıdır. Baxın da uşaqlar, 49 varsa 7 vur 7 ola bilərdi burada. Heç o ədədlərə baxmadım. Yəni mütləq deyil ki, nəyinsə kvadratıdır bu.
Yəni axı 16 ilə 61-in rəqəmləri cəmi hər ikisi 7 eləyir. 16-nın rəqəm cəmi vur, 61-in rəqəm cəminə. Yəni 7 vur 7 49. 71-in rəqəmləri cəmi 8 vurulsun. 43-ün rəqəm cəmi də 7-yə eləyir 56. Sonra 7 vurulsun 28-in rəqəm cəminə eləyir 70. İndi siz 8 vur 10-dan da 80 almalıyız. Da rəqəmləri toplayıb vurursunuz bir-birinə hər iki ədəddə. Uşaqlar, sualınız var yoxsa bitdi? Bitdisə uşaqlar, yeni mövzuya keçək. Deməli, yeni mövzumuz olacaq uşaqlar, aşkar operatorlar. Səhifə 19.